Adam, çıkın sahne, ver musikini. Qəhi? Bananlarımı yiyəcəyim. Yedim. Mən dedim ki, məndən sonra Fərda çıxsın. Başında belə şey zaten. Dedim, nə oldu? Dedim, baxım onda yatışır. Tukan başıma çıxdı. Birinci səhnədə o şey, mahnı oxumağım. Əldən getdi cavanlıq. Cavanlığım. Ben onu biliyorsun, bildiriyorsun. Çalanat yadası adamdır. Tanışdığımıza şad oldum. Rızayev, qəhrəman Maqbetoğlu. Acan? Elbette bu ne qorxmaq. Film var, Adiyadmansı, Yaşar Nuriyev oynayır. Dersən ki, sən deyir Dədə Qorqud, deyir belə Dədə Qorqud olur. Deyir Dədə Qorqud görmüşsən ki. Xoxandan nətər qorxur? Həyəcanlanma çox. Gəl. Ola bilməz ki, mənim əl işlərimlə rastlaşmayasınız. Şabəri tanımırsınız. Müşahibəni tanısaydın nə olardı? Döyüşlə yaxın getməyəcək. Şurada qədər çatmıyor ki, basa evə çağırdı. Xanımdan nişanlısını soruşur ki, birdən nişanlının patıqası saat alırsan. Aktyorluq budur. Stanislavski sağ olsaydı inandırım sizi turvel çalardı. Ümumiyyətlə Elməttin bu halaq gördü. Filmlərdə ən bahalı. Və o vaxtdan söz vermişəm ki, sənlə bir studiyada olsam, mənlə şərəfsiz adam yoxdur. Öpürəm, sağ olun. Elmətdə xoş gəlmişsən. Xoş gördük. Bu verilişi eləməkdə məqsədimiz odur ki, bunlar illər keçmiş filmlərdə oynayan aktyorların həm xatirələrini yada salaq, həm də onunla bir yerdə filmləri izləyə görə ümumiyyətlə öz oynadığı filmə baxanda nələr hiss edir, nə düşünür, nələr yadına düşür. Belə baxır film var, çağırıb, baxızdırıb, mənim çəldiyim filmlərdən hansınırsa, baxızdırıb utandıra da bilərsiniz, xəcaləsə çəkə bilərəm. Film var, baxıb yaxşı. Əslində bu belə bir şey eləmişik, belə kavlaş tipli bir şeydir. Biraz xoxan, biraz naxox, biraz qara gözdən qarışıq. Hansı filmindən utanırsan Elmət? Yox, səninlə işlədiyim heç bir filmdən utanmıram. Hansı filmdən utandığımda burada deyəsi deyiləm. Və ümumiyyətlə utandığın film olub? Hə, əlbəttə. Bəs necə olur ki, filmlərin hansı meyarından seçib gedib oynayırsan ki, sonra utana da bilirsən, utanmaya da bilirsən? Belə bir durum var idi, o vaxtda işlərim həddindən artıq çox idi, film təklifləri də çox idi, özümüz 4-5 dənə serial layihəm var idi, ona görə getmək istəmirdim. Hamı da sferdə tanıdığım adamları dəvət edirlər. Mən də yox deyə bilmirdim. Hansısa məbləğ, çoxlu məbləğ deyirdim ki, o məbləğə görə məcburi dəvət eləməsinlər. Onlar da bir də baxsam o məbləğə razı olurdular. Da sözüm olmurdu ki, çəkilirdim. Ümumiyyətlə Elməttin bu halaq gördü. Filmlərdə o vaxtda ən bahalı. Elməttinin bu danışdığı kino sahəsində, bu danışdığı yerə gəlməyində Xoxanın payı var səncə? Hə, əlbəttə Xoxanın payı var. Çox yaxşı film idi. Xoxan hekayəyə necə başlamışdı? Yəni necə oldu Xoxanın təklifi gəldi? Xoxandan əvvəl bir neçədən film. Mən istəyirəm onu ətraflı danışasın. Bir neçədən film təlifi gəldi. Mən təbii ki, razılaşmadım. Çəkilməyə vaxtım da yox idi. Elə bir rəqəm dedim ki, dedilər filmin büdcəsi deyil. Mən dedim, bu pulu sabirin filminə necə dedim, gedin mən siz çəkin. Çəkilmədim. Sonra Xoxan filmindən tərif gəldi. Orxan Mərdan, Zaur. Həmən şərtim oldu ki, ssenarini mən deyən adam yazacaq. Ssenarini Ənvər, Samit və Elnur yazdı. Fərda ilə mən ssenar prosesini zaten iştirak edirdik. Çünki o vaxt bizim ssenaristlər elə çoxlu film praktikası yox idi ümumiyyətlə. Səhvləmirəmsə ilk filmlərdir onların da. Ona görə biz də iştirak edirdik Fərda ilə mən də. Amma təbii ki, titrdə onların adı yazıldı, bizim adımız yazılmağını heç mən tərəfində deyildim. Səhvləmirəmsə Fərda amma dedi ki, mənim adımı yazsın. Gəl bir dənə səhnəyə baxaq Xoxanla, həm nostalji olsun sonra da. Getdik. Qəhi? Rəftarlarımı çox xahiş edirəm. Mənə çatmağa 5 metr qalmış adımı çəkin. Saxla bunu. Qəhrəman bəlli bə, hə? Bu nədir belə? Yaman hazırlaşmışsınız. Egzotikadır. Məndə də 21 il çaxırı bax, dünə məkəbi təkrar. Hər an öz taktikası var, qapını aç. Yaxşı, uğurlar. Emili xanım, Xoxan bəy. Bananları yedi. Yox, yemədi. Dedim də.
Bananları mı yeyəcəkdin? Yedim. Əslində mənim orada bir improvizam var idi. Sadəcə rejissor istəmədi. Mən dedim ki, məndən sonra Fərda çıxsın. Başında belə şey zad deyir. Dedim, nə oldu da? Deyir, baxdım onda yatışır. Turkan başıma çıxır. Yəni burada məqsəd nə idi səncə? Məqsəd gözə girməkdir. Stillə şirin dinlənmir, meyvə ilə, nə bilim, qonaqlıqla zadından o cindir də onun içində. Xoxanı o qızın içindən çıxardarlar. Emiliya xanım Xoxan. Hə, belə deyim. Bunlar boğazda adamlardılar. Biri içəndi, biri də meyvəyə zada meyillidir. Özü nə sevir, onunla gedir. Hə, qarşı tərəfində banan sevgisi yox imiş, sən demə. Ümumiyyətlə Fərda ilə tandemin necə alınır? Yaxşı, əla. Fərda ilə, belə deyim, nəticə çox yaxşı alınır. Bəs nəticəyə qədər yox. Nəticə qəşəng alınır da. Sən nəyə lazım nəticəyə qədər Nəticəyə qədər yox, amma istər-istəməz həmişə. Nəticəyə qədər çətinliklər olur, belə gərginlik falan ola bilər. Bəlkə də mənim xasiyyətimlə irəli gəlir o. Amma nəticə yaxşı alınır. Sizin neçə ildən sonra Fərda ilə birləşib bir bədii filmdə oynamağınızın səncə Xoxanın uğrunda bir payı varmı? Və üstündən neçə il keçməsinə baxmayaraq indi də siz bir tandem şəklində filmə çəkirsəz, eyni nəticəni əldə etmək olarmı? İndi o Xoxan filmi 12 il əvvəl, 13 il əvvəl zaten çox bağlamağının səbəblərindən biri oldu. İlkin baxış. Çünki Xoxan filmi yeganə filmlərdən oldu ki, tamaşaçı çağırdı. Girib baxan, sonra hamıya deyirdi ki, yaxşı filmdir, gedin. Amma ilkin getmək səbəblərindən biri Elməddən, Fərda neçə ildən sonra bir yerdə, bir proyektdə o çox təsirlədi. İndi bilmirəm. Çünki yeni nəslin zövqündə biz varıq, yox, bilmirəm. Çünki onlar biraz başqa cür baxır həyata, başqa cür. Bizim öz yaşlı nəsil deyəm, orta yaşlı nəsil. Gələrlər, baxarlar. Mən çox üzr istəyirəm, biraz çılpaq danışacağam. Mən bəzilər kimi dəladuz deyiləm. Bunu verməyə bilərsən. Bunu mən deyim, bununla bağlı fikrimi deyim. Sən verirsən, montajda. Nəylə bağlı? Ümumiyyətlə özümə söz vermişəm ki, heç bir verilişə fərq yox. Dostum, qardaşım eləsə, televiziya layihəsi. İlk verilişə yetməyim də. Çünki ilk veriliş biraz praktik xarakterli də olur. Ayda orada filan səhv eləmişdik, növbətdə eləməyə. Bu gün buraya gəlməyimdə mənim saflığımla irəli gəlir. Və o vaxtdan söz vermişəm ki, sənlə bir studiyada olsam, məndən şərəfsiz adam yoxdur. Öpürəm, sağ olun. Yaxşı, nəyə görə bu sözləri deyildi? Əslində, bu səhnə, amma bu inca verəcəyiniz səhnə improvizə idi. Senaryoda yox idi. Çünki bunun zaten senaryoda olma ehtimalı yoxdur. Çünki necə hissi nətər yazılsan senaryo. Orada improvizə gəldi mənə. Orada Fərda'nın oyunundan çox mənim Zaurun oyunu çox xoşuma gəldi. Gözünlə işarə eləyir ki, o qədər yaxşı tutdu. Gözünlə işarə eləyir ki. Paralel baxarsınız. Baxar. Təməllan müəllim, mən ifadəmə görə üzr istəyirəm. Çox çılpaq danışacağam, biraz sinirləndim. Mən belə bir maşennik, belə bir dəladuz, yalancı, şərəfsiz insanla bir studiyada əyləşə bilmərəm. Mən verilişi tərk edirəm, sənlə bu verilişdə əyləşsəm, mən şərəfsizəm! 70 gödə də bilmir. İstəyir bir alqı-sal götürə, amma verilişdən yesə klientini itirəcək. Ona görə məcbur da oturaq. Baxdım, ATV-nin ən reytingli vaxtları idi. Yəni, ATV 1-də idi, sonra 3-cü yerdən Obris kanallar başlayırdı. O illər idi. Həmin pavilyonda çəkmiş özdə. ATV kanalı da bizə sağ olsun, kömək eləmişdi çəkilişlə bağlı. Dilbərim, gəl ahıma. Ətraflı, tərəfdar. Nəməli? Rəftar, patoloqa bax. Tıkladım. Bir dənə munu tutun. Neyirsən ki, Rəftar?
İndi gör ora çıxıb onu nə edəcəm? İtin balastı qaçırsan sən Rəftar. Gedim qaçım gəlim çıxım da müəllim. Ora elə belə çıxmaq olmaz axı. Getmə, özü gəlir. Buyurun bacım. Gördüğünüz gibi tısbağalar payız ayında cütleşirler. Cütleşmeye hazırlaşan tısbağalar Əlin var olsun ay bacı. Mən getməliyəm, yasımız düşübdü. Sən də arada uşaqları götür gəl biz tərəfə qalxaq bir hadişəndə. Tanışdığımıza şad oldum. Rızayev qəhrəman Maqbet oğlu. Acan? Əlbəttə bu nə qorxmaqdır. O bir dənə film var, adı yadımdan çıxdı. Yaşar Nuriyev oynayır. Deyirsən kimsən? Deyir Dədə Qorqud. Belə Dədə Qorqud olur. Deyir Dədə Qorqud görmüsən ki. Xoxandan nətər qorxur? Xoxandan mən belə düşünürəm ki, insan hər yeri qorxmalıdır. Qeyri-fövqəl bəşər bir qüvvə ilə qarşılaşsan da, insan bədəni məncə elə qorxar. Amma belə qorxanda bədənim ağrıyır. Bu filmdə bir neçə dənə belə yerdə belə ciddi qışqırmaq səhnələrim var, yerlərim var. Ya bu hamısında da emosional olaraq qışqırırsan. Yəni bunu daxilən hiss edib oynayırsan. Mən bu Deyim də burada iki oyun olurdu bu filmlərdə. Texniki oyun var, bir də təbii. Texniki oyunla maksimum qaçırdım. Təbii də oynayanda bədənim ağrıyırdı, sonra boğazım ağrıyırdı. O gərginliyi verəndə boynum sonra gərginləşirdi. Boynum yastıqdan düşdüyü məqam orada deyirlər, bir əzələ dartılması olurdu. Televizordan baxanda bu səhər qışqırtı şey gələ bilir, vura bilir. Amma realda da belə olacaqdı axı. Texniki adam bir dənə qorxduğu bir şeylə rastlaşsa, texnik qışqıra bilməz axı. Maksimum reallığı vermək üçün onu elə də qəbul edirdim, olduğu kimi o hissə ötürməyə çalışırdım. Nə gecəmiz var, nə gündüzümüz var. Bütün rahatçılığımızı almışsan əlimizdən. Nə yazıq baxırsan. Nə eləmişik biz sənə. Nə eləmişsən, sən biz eləmişsən. Bu nədir? Buradasan kız, buradasan! Sənin xəbərin var, sən bir butulka çaxırla Rəftar müəllim başda nə oynaşmışsansa, mənim yanımda göz kölgəldi. Xəcalət çəkir, üzümə baxa bilmir. Qəribə müəllim. Ha? Kişinin yanında söhbət olar, söz olar. Hər şey xanımın yanında niyə atılır ki? Xoxandı da dünü yox, imanı yox. Gidib qızın qəlbinə. Qız da saf qız. Sizdən yaxşı olmasın, o qədər şərəfsizlər var ki, şəhərdə gündə bir dənə xanımı yoldan çıxardırlar. Nə də, qıza söz dedim, xətrinə dəydi, qısqanc. əlimi xeyriyə uzadım. Deyirəm, əgər qəlbiniz boşdursa, bəlkə orada bir yuva quraq. Belə başa düşdüm, tretil işini. Mən gedim. Bu filmlə bağlı deməli Ramazandır, düşdük imsaka, hamımız həyətdədir. Həyətdə imsak elədik. Qızla qrimi qutarıb bilmirəm də, mən nə bilim. 3 saat, 2 saat çəkirdi. Sonra mən çıxdım, dedim ki, namaz qılım. Oradan çıxdım, hamı da oradadır. Çay içir, su içir. Mən çıxdım. Pilləkəndə 3-cü mərtəbədə qızla qarşılaşdım. Mən bildim bu Nigardır. Beynimə
Görəndə başa düşdüm bu nigardı. Amma həm də bərk qorxdum. Mən həm siqnal verirəm ki, qorxma, həm də qaçıram. Çığırıb qaçdım. Bu da qışqırır ki, hayır qorxma. Bundan səs çıxsa mənim vəbşin qorxu göndərib. Bərk qorxmuşdum. Dodam səpmiş sağlamıram sonunda. Çox bərk qorxdum. Deyə bilmirdim ki, Xoxan filmdə həqiqi qorxmuşam. Uzun illər eşitmə demədim. Bu iki filmin hər ikində Xoxanda da Naxoxda da bir-birinə bənzər, bunların xarakterini ehtiva edən, əllərinə düşən ilk rahatlıqda evə qız çağırmaqla bağlı səhnələri var. Gəldilər qəl. Dovşanım. Pişiyin darıxı bax sən mənə tüy. Gəl, əsl kənd uşağıdır. Gəl qəl, gəl, darıxma. Həzanlanma çox. Gəl. Ola bilməz ki, mənim əl işlərimlə rastlaşmayasınız. Uşaq məni tanımırsınız. Elə Ay, bunlar da tanısın. Elbət, Nüşabəni tanısaydın nə olacaqdı? Döyüşlə yaxın getməyəcək. O, ki nə qədər çatmır ki, basa-basa evə çağırdıq xanımla nişanlısını soruşur ki, birdən nişanlının padırqası saat olar. Sən xəstəsən. Və o səhnədə ciddi, yəni bunu bilməm, yadında qalar yoxsa yox. Necə fikirləşmişsən onu Elməttin? 15 saniyə deyil, o yoxdur, heç və. Ona qədər heç birimiz bilmirdik ki, orada sən Nüşabəni soruşacaqsın. Burası bir yerdən sonra o qəhrəmanı yaşayırdım. Qəhrəman nə qədər şey olduğunu, belə dub olduğunu heç fərqinə varmışdım. Desə onun içimdə yaşayırdım. Onun verəcəyi sualları, düşüncə tərzini, baxışını, əslində heç nə olduğunu, misal yataq otağına girib yatacaq, başqa heç dünyası deyil də, onun belə fərqindəydim. Orada kimi olan prosesdir. Buna xoş gəlin o adırlandı, o plekanı qalxana kimi, ay Allah, buralardadır. Qəhrəman hadisəni orada yaşayır. Amma misal sonra heç nə o. Qəhrəman bilirsən, bildirirsən, çalan yatası adamdır. Ay Şirin, çox xatirəm də, olmadı. Mən deyim gəlib çimərik də, demədim ki. Ay Yoruldun mu ya? Utanırsan? Mən tanrım, Deyirsən səndə birinci dəfədir bu. Səndə birinci dəfə deyil ki. Bəli, baxdı. Yəni bu cür şəraitdə xəlvətdən baxmağı seçir. Adam sənin arxanca düşür də, nə istəsən yaşa da, gizlin baxmağın zaten tərəfində. Bu səncə saflığındandır qəhrəmanın, yoxsa? Biraz saflıqdır təbii ki, biraz da maymaqlığı da var da, yəni adam maymaqdır birazcıdır. Yəni oturur, hələ qızdan qeyrət söhbət edir. Sən də birinci dəfə deyil ki, zəhərə, xəstəsən sən. İndi bir dənə Naxoxdan bir səhnə qoyacağım. Bu film heç kim görməyib əslində bu səhnələri. Ona bax. Orada mənim xoşuma gələn birinci səhnədə o şey idi. Mahnı oxumağım idi. Hansına? Əldən getdi cavanlığım. Cavanlığım. Əldən getdi cavanlığım. Sən elə fit çalacaqsan. Əslində beynimdəki nə idi? Səhnə qızla, Fərda ilə mən, qəhrəmanla rəftar qızlarla girdilər həyətə. Kadr dəyişir, nəsə olacaq da. Kadr dəyişir, əldən getdi cavanlığım. Bunda vəziyyət problemdir. Oxuduğum andan bəllidir ki, heç nə olmayıb da. Yəni, qız deyir, sabah kimi fit çalmağını oynayır, ev dişilmiş. Əslində improvizanda onu vermək istəyirdim. Əslində oturub, tam da başa düşülürsən vermək istədiyim. Playver bu çox yaxşı sənə. Filmə bütün baxanda bəlkə də tam başa düşürlər. Bəlkə yuxarı çıxaq. Yuxarı? Ha, yuxarıda nə var? Yuxarı istedi, burada təmiz havada oturmuşuq. Sən tələm-tələsiz çıxmışsan deyə deyəsən heç nə geyinə bilməmsən, Üşürsüz? Üşümürəm. Bəs burada nə eləyək? Burada biz... Xoşuna gəlmə. Telefonda şəkillərə baxaq, biraz başımız qarışsın. Açın, girək baxaq. Bax, bu anamdır. Ananızdır. Bu da mənim. Atanızdır bu da. Yox, mənim anam ərdə olmayıb. Bu şəkli kənddə çəkdirmişik. Bu da... Vilayət deyil bu. Vilayətdir. Sən vilayət harda çağırırsan? Hə, vilayət mənim kirvəmdir, məni o tutubdan ha. Kirvəndir. Əlinin bərəkəti yoxdur. Dayan.
Bu şəkil səndə necədir vilayətin şəkli? Vilayət mənim dayımdır da. Dayındır vilayət səni. Vilayət mənim dayımdır. Mənim kirvəm sənin dayındır. Deməli qohumuq. Bak yavaş lan, bu təxri söhbətdir. Yavaş danış, yavaş danış. Ulan vilayətin bir qızı var, deyirdi geçəndə mənə ərə verəcək. Ondan nə xəbər var oğlum? Rəftarın yanındakı qız odur da səsi gələn. Raftar uğruna değme. Bütün bunları eləyə bilmək üçün çoxmu səhnədə olmaq lazımdır? Beləmi? Mən bilirəm ki, sən təhsilsizsən də, yəni sənin belə klassik incəsənət universiteti təhsilin yox. Çoxmu səhnədə olmaq lazımdır? Yoxsa belə dünyaya gəlmək lazımdır? Çünki bunu eləmək üçün bunun bir modeli olmalıdır. Bu səhnə Elmətdinə xasdır. Yəni Elmətdinin yaratdığı. Deyim, bax, misal burada da var dəmin səhnə. Qonağıdır, istədiyi kimi rəftar eləyə bilər xanımla. Xanım da deyir ki, bir oturaq bir çay içə filan Behman. Bu yox deyir. Xanım başqaşında bunun boğazına, boynuna baxır. Xəlvətcə tez baxır. Bu budur. Yəni buradakı Elad da qəhrəmandır. Bu tip adamdır. Özü blokda olan, hansısa çərçivələrdə olan bir insandır. Onu çox üstə apara bilməzdim, o qəhrəmanı. Onu yəni rəftar aşardı və yaxud başqa adam olardı. Bu bizdə olmayıbdır. Belə bir tipaj bizdə olmayıbdır. Var İtaliyada Paolo Villaggio da. Bəlkə də oradan yararlanmışam. Tam belə deyil, amma onda da buna bənzər şeylər var. Belli, baxır. Yəni, bir insanın daxili xüsusiyyətlərini 3 dəqiqəlik səhnədə. Hə, deyim, orada mən varam amma. Bu qəhrəmanın içində müəyyən qədər Elmətdin var. Müəyyən qədər yerlərində Elmətdin var. Bir də orada xoşuma gəlir, özünün içinə olacağı sözlərlə istəyir ki, rəftarı və yaxud qarşısındakı insanlar... Əslində özünün içinə girir. Hə, özünün saçda. Mən sana bir şey deyim. Vaxtında çatırsaydı, o kirvəsin qızısına yeniden nişanlamağa hazırdır. Sadəcə orada pləkanda vaxt verir. Hətta o razılaşmağa razıydı. Mənim üçün ən xoşuma gələn çəkildiyim filmlərin içində, indiyə kimi çəkildiyim filmlərin içində qara obrazdır. Ən xoşuma gələn. Çox çətin idi. 2 dənə zaten çətin. Bir, İlham Qasımovda Şaman, çünki o qədər ağır idi. Həm geyim çox ağır idi, həm girim, həm də İlham hər dəfə deyirdi ki, çox ölü oynama ki, şey olmasın. Film ölməsin. Çünki filmdə ən ritmik adamsansan, çox da diri oynama, Şamanın üstünə çıxma. Nə həqiqi Şaman kimi oyna, belə sakit tempdə olma. Nə də çox diri oynama. Orta xəttə tut, həm filmin tempini saxla. Çünki orada hərəkətli rol məndə idi. Həm o qədər ağır idi. Bir də 2 də şaman görməmişəm. Videolarda baxdım, şamanlar izlədim, girdim, baxdım, elədim. O şamanlar o şaman deyil. Mən nə istənilən şaman deyil. Bir də James çox ağır idi. Bir də Qaragözdə solluq çətin idi. Mənim üçün. Axıra kimi get. Axırda çevriliş elə bu tərəfə. Həqiqətən çox çətin idi. Qaragözdə bir dənə səhnəni qoya bilərsiniz. Hansı səhnə? Mən oğlumla ilk o mənim üzündən yetdiyim səhnə. Mən gəlirəm Səri. Sərdə hər şey, oğlum, qonşum, uşaqları zadı hamamda, biri orada dağıdırlar Sərizadda filan Behman. Üzündən gedirəm, üzündən gedəndə yıxılıram. Yıxılıb üzündən yetməliyəm. Burada belə, bunun 4 bucaq variantı var, pismin stolun. Yıxılanda əlim dəydi onun tiyinə. Bu qırıq, həmin sümüyün qırıq yeri hələ də burada var. Tak dəydi, o odarla sümüyüm qırıldı. Allah qürəmi ilə batdı və 5 saniyə ayılmadım. Sığıra bilərdim, falan eləyə bilərdim, səhnə batacaq. Tamam, əlimin sümüyü qırıldı sağda. Mən bilmirəm, sümüyü qırıldı, ümumiyyətlə əlim qırıldı, onu bilmədim. Amma ağrı ürəyimi sancı verdi. İstəyim qışqıram. Havada yadıma düşdü ki, mən üzündən getmək səhnəsini oynayıram, bütün səhnəni məhv eləyəcəm. 5 saniyə sakitcə durdum. Hamı əl zat çalır, xəbər yoxdur ki, mən ölmüşəm aşağı yuxarı. Durdum, bir 2-3 gün buram şişdi, getdim həkimə zada sabahsı gün. Qırıq sad vardı burada. Sümüyün bir hissəsi qırılmışdı, bir hissəsi çatdı idi. Bitişmə belə, o filmə xatirədir. Bitişmə belə burada düz bitişmədi sonra, əyri bitişdi. O filmə məndə xatirədir. 2 manat 30 qəpik. Bilirəm.
Zəhmət olmasa bu 2 manata 5-likdən çıxın. 1, 2, 3, 4, 5, 6. Bu da 30 qəpik. Başa düşmədim. Nə başa düşmədiniz? Hər dəfə 5 qəpik xırda qalanda 3 qəpik vermirsiniz. Buyurun da bu da 30 qəpik. Necə? 3 manatımı qaytar. Biraz söz oldu. Olmaz olmadı. Siz axırda sizin pensiyanızda, maaşınızda psikalen verəcəklər. Buyurun, buyurun. Verin. Növbətə gözləyirlər. Zırğı yoxdur. Paket edeyim. Buna da. Biraz söz oldu. Bu neçədir? 10 qəpik. 10 qəpik. Bir. Buyurun, buyurun. Sırada gözləyənlər var, buyurun. Söz oldu. Daha da xoşuma gəlmədi. Bunu senarist oxuyandan sonra bir adını seveyim, bir dostumun dəhşət çox oturdum, durdum. Çəyilişlərə bir ay qalmış. Hər gün oturub dururdum. Hətta çəyilişlər günü həmin dostumun oturub dururdum. Onda birə-bir qaradı. O vaxtı birə-bir qara idi. Qaranı aşıb gedib, tam başqa bir şeyə çevirəm. Allaha qurbanı. Bilmirəm niyə belədir qara. Amma bir dənə onu bilirəm ki, özündən belə kəsir. Özünə belə yaşatmır. Simiz olur, adətən adam ondan bundan çayxanda, restoranda hesab verməyim ki, özümə xərcləyim. Bu, özündən belə qənaət eləyir. Bir-iki dənə səhnə var, tamaşaçı çox diqqətlə baxsa tutacaq. Bu, filmin əvvəllərindədir. Bir şey nəyəsə sayanda belə ötərək sayır ki, bir növ özündən gizlətmək üçün də tam dəqiq məlumatı özü də bilməzsin ki, beyninə verər, sonra canı istəyər. Yəni də belə, kim Allah sən özünsən, təksən də. 1, 2, 3, 4, 5, 15. 15 rəqəmini bətdən demək istəmir ki, beyin yaddaşdan düşər misal üçün. Onu belə tələk deyir ki, 14, 15. Qırağa bıçağa da baxır, fikrini dağıdır ki, özündən gizlədir. Müəyyən qədər verir. Əslində onu demək istəyir. Normalda insanlar xəsis olur kənara, başqasına. Bu özünə də xəsis tipidir. Bu yaşatmır. Səsikanı 4 aylara bölüb yeyən. Bir də yeganə filmdir ki, Azərbaycanda bu son devirlərdə, bundan sonra təbii ki, moda düşdü. Təbii masovkadan istifadə olundu. Həmişə Azərbaycan filmlərində Zorxanla bunun üstündə mənim bir yüngül sporumda olmuşdu. Parkda, gecə parkda çəkək, adam orada olmur. Gedən elə bir yerdə çəkək, orada adam olmasın və yaxud əgər adam olacaqsa öz masovkamız olsun. Mən razı deyildim elə şey. Ayda çəkirik. Qoy olsun, insanlar olsun. Əgər mənə baxırlarsa, mənə baxmır ki, qaraya baxır. Qara kimdir? Xalq artistidir. O tanınmış adamdır, qoy baxsın da. Elmədinə, sənə elə gəlir Elmədinə baxır. O qaraya baxır. Qoy insanlar küsə ilə geçsin. Hətta sonra biz getdik bazarda çəkdik, sonra şəhərdə bir neçə səhnələri adamlar metrosunun qarşısında çəkdik. Bu çox təbii idi. Çox natural insanlar. Onlar Elmədinə baxırdı, nəyə baxırdı bilmirəm. Filmdə amma onlar qaraya baxır, qara kimdə SSR xalq artisti, tanınmış aktyor. Teatr. Okey, baxmalıdırlar da. Çox doğal idi. Və yeganə filmdir ki, səhnələr doludur. Bütün səhnələr Azərbaycan filmlərinin, müasir filmləri deyirəm, bomboşdur. Adam gedir, heç nə yoxdur. Ondan başqa bir adam getmir. Keçsə də bir nəfər, 2 nəfər masovka yedir. Çünki normalda o küsə dolu olmalıdır. Normalda, misal üçün, bilmirəm, niyəsə görə bizdə rejissorlarda bir şey var. 3 dənə masovkada, ancaq 3 dənə əvvəl keçsin. Bu təbii adamlar keçsin, qoy baxsın. Kameraya baxsalar dayandır. Adama baxsalar baxmalıdırlar da. Adam adama baxardı. Hə da yəni, bu nə kompleksidir. Mən geçmişəm, ya siz tez başlamışsınız. Kızım biraz o tarafa otur, başına dönme o tarafa otur. Hanım zahmet olmasa bir dakika ayağa dur. Geç bacının yanına. Qaramelli. Sağ ol. Başlayalım. İcazə versiniz? Ha buyurun. Çok sağ ol. Demək, mənim sizə 2 dənə xəbərim var. Biri şad xəbərdir, biri bəd xəbər. Buyurun. Şad xəbər odur ki, teatrımıza yeni aktrisa gəlir, Nigar xanım. Çox istedadlı aktrisadır. Təzə çıxanda köhnəni ulduz eləyirlər. Köhnə ayıma baxdana. Bəd xəbərsə budur. Demək, 3 nəfər sənətkar bizim teatrı tərk eləməlidir. İcazə verin onların adlarını deyim. Buyurun. Buyurun. Birincisi Səmaya xanım İbadova. Biz Getməlidir. əvvəldən demişdik biz. Evdar xanım kimi çox mükəmməlsiniz. İkincisi Vüqar Məmmədovdur. Bu gün artıq gəlməyib işə. Üçüncüsü Qara... Ha bir dəqiqə də hərəkətdən çıxdın ay ev kimi. Bir dəqiqədən deyəsən siz mənim o birisi üzümü görməmsə, susduqca boynuma minirsiniz.
Mən o boyda Bolşoy teatrda dizimi qoymamışam. Burada hansısa gədə-güdələr mənim yerimə qərar versin. Bir dəqiqədə hamı imam evlad oldu, bir dənə qarıda problem oldu. Nə görsən filan gör. Mən səni kimi ərimdən xəlvət gedib rejissorla mazaqlaşmıram ha. Vəli, sən dölüdün içib Piyanolov Sultan bəyin o dekor hovuzuna kusa. Bir dəqiqə. Niyə hırılırsan sən? Onlar nədə? Qastrolda, o gədə-güdələrlə çıxartdığın onun yadından çıxır. Qara. Yadından çıxsa videosu var, mən çəmişəm telefonu. Qara. Sabri müəllim, səsimi qaldırdım, sizdən üzr istəyirəm. Sabri müəllim bizim ağsaqqalımızdır, illərlə teatrımıza çalışan adamdır. Amma qəbul edin ki, siz də buralara öz gücünüzdən gəlməmsiniz. Direktora girib çıxmaqdan iyi verirsiniz. Ağlınızı başınıza yığın. Hər şeyi atıf dökərəm ha. Qara Oya mı? düşdünüz. Qara yara, qara, nə qara? Ne ediyorsun? Bir səbrin olsun da. Ha, nə səbrə, həm. Söhbət səndən getmir. Kimdən gedir? Qarazadə Şakir. Sən nə oldu? Şakir çıxarsan. Ha, di ha. Ha. Yoldaşlar, aktyorluq budur. Elə oynamalısan ki, tərəf müqabilini inanmalıdır tamaşasından əvvəl. Stanislavski sağ olsaydı, inandırım sizə turvel çalardı. Yəni, biraz içdən oynadım, biraz istədim abu-hava qatam, amma üzünüzü görərdi. Siz sifətiniz sönmüşdü, onu görərdiniz. Arif müəllim, adım var orada. Mən gedə bilərəm. Balamsan gəl öz yerimə. Balamsan ki. Arif müəllim, təşəkkür edirəm, sizə böyük hörmətim var. İmkan olsa Sultan bəyin hovuzunun suyunu təmizlətdir. Rəyin çıxamsan da rejissorla söhbət yığışdır. Özdə orada bir dönü səhnədə əvvəldən xoşuma gələn şeylər deyim. Biraz improvizə edik şey. Kim ona sayılır, əzvad soruşur, bəli, o getməlisən. Mundar adamdır. Niyə sən yeri dar eləyir? Elə qəlbi qara adamlar var, istəyirsən ki, kimlərsə çıxsın, o ştatlar boş qalsın, adamlar işsiz qalsın. Bu nə qəlb tozu üstündə yazdirir. Özünə çıxdığında amma partlayır. Yaxşıdır, xoşuma gəlir. Yenə 3 mərhələli daxili dəyişim var ha burada. Mən Allah haqqən xoşuma gələn şeydir. Bütün səhnələrində, həmən bütün oynadığın situasiyalarda sən personajların daxili dəyişimlərini təkcə sözlə, davranışla yox, mimiksel olaraq da dəyişir. Misal üçün, bizim təzə işlədiyimiz film var, Allah qismət eləsin, xeyirsiz, sağ olasın. Orada senardə indi mən oxuyanda heyət tam başa düşmür. Çitqada falan da, əslində mən o səhnəni görürəm. Dava qırğın falan girir içəri, azan səs gəlir, girir, hamını sakitləşdirir, sonra keçir. O səhnə indi vizualı çəkiləndən sonra tamaşaçı görəndə başa düşəcək ki, 3-4-də hadisə baş verir. Dava qırğın, yavaşlanmış kadr, sürətli kadr falan, Behmancan. Namaz qılansınız. Namaz sübh namaz girdi. Hamı soruşur, niyə? Nə oldu ki, necə? Mümkündür, bu boyda adamın içində bir dənə namaz qılan olar. 50 min manatlıq səhnə danışdı, cəmaata pul. Yox, möhtəşəm. Pikdə dibə salırsan, hər şey pikdədir, partlayır, dağılır. Tam sahissiliyə 0 nöqtəsini indirirsən, bir dəqiqalıq yox, 10 saniyalıq. Təzdən 0-dan buraxsan, özü qalxır 100-ə. Möhtəşəmdir. Azərbaycan filmlərində çox az elə şey. Ən sevdiyim şeydir. Bu, buradan saniyə düşdü, bura təzdən qalxdı ora. Çox çətindir, amma eləmək mümkündür. Çox sağ ol ki, dəvətimizi qəbul edib gəldiniz. Xeyirli uğurlu olsun. İlk efirdə səhv eləmirəmsə. Xeyirli uğurlu olsun, davamlı olsun. Saçdan bir şey deyil ki, deyəm ki, çoxlu böyle saç olsun, pul yatsın. Amma çox baxış olsa təbii ki, bu çox yaxşıdır. Həm sənin adına, həm mənim adıma, həm tamaşaçılar adına, həm də Azərbaycanda aktyorlara çox yaxşı bir şeydir. Yəni bu aktyorlara anı yaşatmaq, keçmişə qaytarmaq, həm də həmin tamaşaçıları qaytarsan, çox gözəl fikirdir, çox gözəl layihədir. Oturub burada biz yağışdan, sudan, kanalizasiya sistemindən, hər şeydən danışa bilərdik mütəxəssislər kimi. Həm biz öz işimizdən danışdıq, keçmişimizdən danışdıq. Gələcəyimizdən çox danışmadıq, qısaca mən danışdım ki, inşallah 2 dənə böyük planım var. Bir dənəsi ümumiyyətlə həyatımın layihəsidir. Bəlkə də 50 yaşında elədim, bəlkə də heç vaxt eləmədim. Sinyor Robinson Crusoe. Allah nəsib eləsin. Çox bahalıdır. Ya onu bahalı eləyəcəyik, çox səviyyəli. Ya da eləməyəcək. Amma o həm mənim karyeramda, həm də Azərbaycan filmində ən üstü olacaq komediyada. Keçmişə də baxdıq. Əslində 20-dən çox filmə çəkilmişəm. Seçdiyim bu 3 film
O birislər inciməsə, yaxşı belə deyim, inciməsə, ilk 5-ci olan filmlərdə təşəkkür edirəm. Çəkildiyim ən yaxşı filmlərin ya baş prodüseri, ya rejissoru, ya da hər ikisi sən olmuşsan. Niyə hər ikisi? Çünki çörə verməyi sevmirsən də. Sən işləmə mənim üçün şərəfdir, çox xoşdur. Çox sağ olun. Var ol. Bitti.